42-ci testlə davam edək. Bayaq qeyd getməyib. Mən də elə bilirəm yazır. Deməli, daha sonra baş vermişdir. A variantı. Qaraqoyunlularla Teymurlar arasında Herat sülhü 1458-dir. 1459-dur. Qazan xanın kəndliləri torpağı təhkim etməsi 1303-dür. Şirvanşah 1-ci İbrahimin əmi Teymurun döyüşlərində iştirak etməsi 1386-dan sonra o müttəfiq olur. Məsələn, Ankara döyüşündə iştirak edir. Onun tərəfində, Teymurun tərəfində Cəlalilərin Azərbaycanda hakimiyyətinə son qoyulması. Cəlalilər 1410-da son qoyulub hakimiyyətinə. Sərdurud döyüşündə Teymurlərin məğlub etməsi 1408-dir. Burada cavab A olacaq. 1459. Demək, 43-cü test. Məntiqi ardıcıllıq tamamlayın. Ərəb xilafətinin parçalanması, Şirvanşahlar dövlətinin yaranması, Azərbaycanda feodal münasibətlərin yaranması 3-cü əsrdir. Bərdə əmirliyinin yaradılması. Bərdə əmirliyi Şirvanşahlar dövlətindədir də. Şirvanşahlar dövlətinin yaranmasından sonraki hadisə bizə lazımdır. Çünki Bərdə əmirliyi o hadisədən əvvəldir. Ona görə B olmayacaq. Azərbaycan türk xalqının yaranmağa başlaması bu 4-cü əsrdə Albaniya Atropatenanın adı eradan əvvəl. Mehranilər soyasının hakimiyyətinə son qoyulması 705-ci ildir. Bu aid deyil. Bir də Azərbaycanda dövlətçiliyin bərpası var. Bu Y variantı. Bəli, bu doğru cavabdır. Y. 44. Şəddadilər və Rəvadilər dövləti və Rəvadilər dövlətindən fərqli olaraq ərəb mənşəli sülalə tərəfindən idarə olunurdu. Xeyr, bu yanlışdır. Kürd mənşəlidir. Səlcuq Sultanı 1-ci Məlikşahın sərkərdəsi tərəfindən süquta uğradılmışdır. Bu doğrudur. 1088-ci ildə Buğa tərəfindən süquta uğradılıb. 2. 10-cu əsrin ikinci yarısı bu ikisinə də aiddir. Yaradılması. Biri 971, biri 981-də yaranıb. Ərazisində Oğuz türklərinin məskunlaşması. Bu da ikisinə də aiddir. 11-in 30-cu illərində Şəddadilərdə 1028-ci ildə isə Rəvvadidə məskunlaşıb. Araz çayı üzərində Xudafərin körpüsü Şəddadilərə aiddir. Deməli, cavab 2 və 5 olacaq. 2 və 5 də C variantıdır. 45-ci test. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavab. Birincidə deyir ki, Papa və Patriarx arasında xristianların vahid lider olmaq uğruna mübarizə nəticəsində xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi. Bəli, bu doğrudur. İkincidə deyir, ikinci xaç yürüşünün baş verməsi nəticəsində Konstantinopol şəhərinin tutulması. Xeyr, bu yanlışdır. Bu 4-dədir. Konstantinopolun tutulması. 3. Böyük Səlcuq dövlətinin zəifləməsi nəticəsində birinci xaç yürüşündə xaçlılar uğur qazanır. Bəli, bu bir dəqiqə. Bəli, bu doğrudur. 1 və 3 olacaq cavab. C variantı. 4-ə baxaq. Misir hökmdarı Səlahiddin Əyyubun Qüdsü xaçlılardan geri alması nəticəsində 4-cü xaç yürüşü. Xeyr, bu yanlışdır. Çünki bu 3-cü xaç yürüşünün səbəbidir. 46. Qədim Yunanistan və qədim Romaya aid oxşar cəhət. Strateq. Xeyr, bu Yunanistandadır. Eradan əvvəl 6-cı əsrin ikinci yarısı. Solon islahatının keçməsi. Bu da Yunanistandadır. Eradan əvvəl 594. Aralıq dəniz hövzəsində hakim dövlətə çevrilmək isə hər ikisinə aiddir. Yunanistan Yunan-İran müharibələrindən sonra hakim dövlətə çevrilir. Roma isə Pun müharibələrindən sonra. C-dir. Xalq tribunları seçilməsi Romaya aiddir. Pun müharibələri də Romaya aiddir. Xalq tribunları 5-ci əsrdə seçilib. Plebeylərin hüquq müdafiəçisidir. Eradan əvvəl 5-ci əsr. Pun müharibələri isə eradan əvvəl 264-146-cı ildə olmuşdur. Romaya aiddir. 47-ci test. Xaxtın arxı döyüşündə qalib gəlmişdir. Bu Urmiyalı Fətəli xandır. Bir dəqiqə. Xaxtın arxı döyüşündə qalib gəlmişdir. Bu Pənahəli xandır. 1-ə, yəni bu D-dir. Burada deyir ki, hansı xana aid xüsusiyyət verilməyib. Bu hərfi düşməyib. Deməli, Xaxtın arxı döyüşündə qalib gəlmişdir. Oldu Pənahəli xan. Çünki Məhəmməd Həsən xan Qacar orada uduzur 1757-ci ildə. Azərbaycanın şimal-şərqini birləşdirib bu Qubalı Fətəli xandır. B variantı çıxır. Qarabağ xanlığını asıl hala salmışdır. Bu Urmiyalı Fətəli xandır. E variantı da çıxır. Bayat savaşında məğlub olmuşdur. Bu da Hacı Çələbidir. C-də çıxır. Cavab A-dır. İbrahim Xəlil xan. 14-cü əsrin ikinci yarısından fərqli olaraq birinci yarısından baş vermişdir. 100 illik müharibənin başlanması 1337-dir. Bəli, bu A.
birinci yarısında olubdur. Teymurlər dövləti 1370-dədir, o ikinci yarısıdır 14-cü əsrin. Cəlalilərin Azərbaycana yürüşü 1359-dadır, o da ikinci yarısıdır 14-cü əsrin. Şirvanda Kəsranilərin hakimiyyətə gəlməsi 1027-ci ildədir, 1382-ci ilə qədər. O da çıxır 11-ci əsrdir. Qızıl Ordu dövlətinin parçalanması 15-ci əsrdir, 7-yə çıxır. 50-ci testə baxaq. Səfəvi hökmdarı 1-ci Təhmasibin hakimiyyəti dövrünə aid deyil. Bu işarəliyib yazıb Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsinin başlanması. Bəli, bu doğrudur. Çünki ikinci mərhələ 1578-1590-cı illərdədir. Bu da Çıldır döyüşü ilə başlayır və Məhəmməd Xudavəndənin dövrünə aiddir. 50-ci test yenə işarələnib, yoxlayaq. 1-ə D-yə yazıb, birinci Göytürküyə yazıbdır. Çinin asılı vəziyyətə salması, bəli, Muğan xalqının asılı vəziyyətə salıb. Y. Sasani dövlətlə müharibə, bəli, birinci Göytürk baxmayaraq ki, 567-ci ildə Axund dövləti varlığına son qoyubdu. Sasanilərlə bir yerdə, amma bir müddət Soqdiyan üstündə də savaşıbdı. Ona görə 1-ə D-yə gedir, 2-yə isə AC yazıb. Qarlıq Xaqanlı varisləri Qaraxanlı doğrudur. C-də isə İslam dinini ilk qəbul edən Türk dövlətlərindən biri olmuşdur. Bəli, düzdür, Satıq Buğraxan 932-ci ildə İslam dinini qəbul edibdir. Ortaya isə götürübdür B, şərq və qərb olmaqla 2 hissəyə. Bəli, Qaraxanlı 1042-də, birinci Göytürk isə 588-də parçalanıb 2 hissəyə. Xəritədə qeyd edilən şəhərlərin ümumi cəhətinə düzgün verildiyi bəndi müəyyən edin. 5 Dərbənddir, 3 Şamaxıdır, 2 Gəncədir, 4 Ərdəbildir, 1 isə Təbrizdir. 1, 2, 3 Səfəvilər dövlətinin yaradılan bəylərbəliklərin mərkəzi idi, yəni Təbriz, Gəncə, bir də Şamaxı. Bəli, doğrudur. Şamaxı Şirvan bəylərbəliyinin mərkəzidir. Gəncə Qarabağ bəylərbəliyinin, Təbriz isə Cənub bəylərbəliyinin. Demək, bir olanı götürəcəyik. Şədadilər dövlətinin paytaxtları. Xeyr, Şədadilərin bir paytaxtı olub cəmi, o da Gəncədir. Deməli, 2 olan gedəcək. 2 gedir, C gedir, Y gedir, D gedir. Mütləq 1 götürəcəyik. 1 və 3 də B variantındadır. 3-ü yoxlayaq. 3 və 5 Şamaxı və 5 arada Dərbənd 11-ci əsrdə Slavyanların hücumuna məruz qalıb. Bəli, bu doğrudur. Hər ikisi Slavyanların hücumuna məruz qalıb. Bunu da işarələyib. Mömin bir sultan olduğundan və ədalətlə hökmdarlıq etdiyinə görə sağlığından Vəli deyilir. Vəli Bəyaziddir. Təbii ki, də o ikinci Bəyaziddir. Çünki birinci Bəyazid İldırım Bəyazid idi. Cavab düzdür. C variantıdır. Aha, bu da işarələnir. Azərbaycanın 18-ci əsrin 20-30-cu illərin tarix aid uyğunluğu müəyyən edin. Nabır müqaviləsi 1727-ci ildə Osmanlı-Rusiya arasında düzdür. Orada Cavad Salyan, Şeşbara, Rostov, Astarat və Lənkəran verilir Rusiyaya əlavə olaraq, doğrudur. Bir də Gəncə 1735-ci ildədir. Səfəvi Rusiya arasında o rus qoşunları Azərbaycan torpaqlarını tərk edib gedir. Burada məsələn Peterburq Səfəvi Rusiyada, amma 1724-cü il yanlışdır. Rəşid müqaviləsi Osmanlı Səfəvi arasında deyil, Rusiya ilə Səfəvi arasındadır. Cavab 3 və 4 doğrudur. 54 işarələnib. İlk ictimai əmək bölgüsü daş dövrü deyil, birinci Tunsdur, əkinçilik maldarlıqdan ayrılır. Toxuculuğun yaranması neolitdir, bu düzdür. Şəhər tipli yaşayış məskəzlərinin yaranması Orta Tunsdur. Bu da yanlışdır. İbtidai əkinçiliyin əsasının qoyulması mezolitdir. 2 və 4 düzdür. Kurgan tipli qəbilələrin meydana gəlməsi isə son Tunçdadır. Bu yanlışdır. Xronoloji ardıcılığı müəyyən edin. Manna mərkəzləşmiş dövlət çevrilməsi İranzun dövrüdür. 747-19 eradan əvvəl təbii ki. Fif şəhərinin Misirin paytaxtına çevrilməsi eradan əvvəl 2-ci minillik. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753-cü il. Çində dəmir emalının başlanması eradan əvvəl 6-cı əsr. Birinci götürəcəyik 753-ü. 3, sonra 740 eradan əvvəl. 3, 1, bir dəqiqə. Birinci minilliyi gəlin götürək. Fif şəhəri. Birinci 2-ni götürürük, sonra 3-ü götürürük, sonra 1-i götürürük, daha sonra isə 4-ü, 6-cı əsri götürürük. Demək ki, Ərk qalası Təbrizdədir. Bəli, Əlişah məscidi 13-14-cü əsrə aiddir. 4 düzdür. Gülüstan türbəsi Şamaxıda, bu yanlışdır. Gülüstan qalasıdır Şamaxıda olan. Deməli, biri 4-dür. Türbə Naxçıvandadır. Çünki
Şah 1-ci Abbasın məscidi Şamaxıda yanlışdır, Gəncədədir. 1 və 4-dür cavab burada. Situasiya. Situasiyada deyir ki, Şah 1-ci İbrahim Qara Yusifə tabe olmadı. Bəli, olmadı. O əvvəlcə Sultan Əhmədi müdafiə etdi. Bu məqsədlə Təbriz yaxınındakı döyüş ərəfəsində oğlu Kəymərsi onun köməyinə göndərmişdi. 1412-ci ilin payızında baş verən döyüşdə 1-ci İbrahim və onun müttəfiqləri Qaraqoyunlular tərəfindən darmadağın edilir. Əsir düşən 1-ci İbrahim Qaraqoyun dövlətinin asılılığını qəbul etdi. Beləliklə, Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimal torpaqlarına da yaymış oldu. Mətndə haqqında bəhs olunan döyüşün adı Kür çayı sahilində döyüşdür. 1412. 59. Şirvanşah 1-ci İbrahimin mətndə göstərilməyən diplomatik səhvi. Səhvi odur ki, o səhv tərəfə meyl edir də, o gərək Qara Yusifin güclü olduğunu görürdü. Necə ki, o Teymurla Toxtamış arasında seçimdə qalanda Teymuru seçir, güclünü seçir. Belə də gərək o Qara Yusifi seçərdi, nəinki Gürcüləri və yaxud Şəki hakimini. Demək, 60-cı testdə deyir, tarixi biliklərinizi əsasən mətndə göstərilən döyüşdə Şirvanşahların iki müttəfiqi, bayaq dedim, Gürcü Çarı Konstantin, bir də Şəki hakimi ona kömək etmişdi. İzahımız bu qədər oldu. Çox sağ olun.